Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed ve alihi tayyibin tahirin. Əziz qardaşlar, sizə Allah, Muhammed, Əli adlarının 6236-ya gəlməyini göstərmək istəyirəm. Ki, məsələn, biz dədə-babadan görmüşük ki, evdən çölə çıxanda, bir iş üçün gedəndə Allah, Muhammed, ya Əli deyiblər. İndi Allah, Muhammed, Ali adları, bu üç adı ki çəkirik. Rəqəmsal dəyər, ona əhl-i beytinə salavat səlam olsun, 6236 topla 3 eləyir. Yəni 6239 eləyir. Nə üçün 3 artıq çıxır? Çünki elə zaten 3 varlıqdan danışırıq da. Deyirik Allah, Muhammed, Ali və yerdə nə qaldı? 6236 qaldı. Bu da Quran-ı Kərimdir. Bunlar, bu 4 dənə, bu 4 varlıq əsas kökdür. Niyə? Allah hər şeyin xaliqi, yaradanı, hər şey, hər bir şeyin sahibi, hər kəsin ruzisini verən. Muhammed də əsasdır. Çünki Quran ona göndərilir. Sallallahu aleyhi və səlləm. Və 6236 ayə olan Quran da əsasdır. Çünki fikir ver, Allah var, Muhammed var, amma ortada Quran yoxdur. Nə olsun, heç bir əhəmiyyət olmur onda. Quran da hidayət üçün ona göndərilir. Və Ali də olmasa, nə Quran-ı Kərim şərh edilə biləcək, nə Quran-ı Kərim uğrunda, Quran-ı Kərimin yer üzündə sabit qalması üçün müharibələrdə qalibiyyət olmayacaq. Bədir, Uhud, Xəndək, bütün müharibələr hamısı Həzrəti Əlinin 6236 ayəni qoruması üçün Əlinin xidməti əvəzsizdir. Salavat və səlam olsun Həzrəti Muhammed və pak əhli beyt olan Əliyə, Fatimiyyə və onların övladlarına. Fikir verin, Allah, Muhammed, Əlinin rəqəmsal dəyəri gəldi 6236 topla 3-ə. Yəni 3 də bildiniz ki, kimlərdir? İndi gəlin baxaq görək, həqiqətən elədimi? Gəlin məsələn Allaha baxaq. Əlifə ərəblər əbcəddə 1 deyər. Bir ərəbcə bu cür yazılar vahid. Ləm hərfinə sələsun deyər. Sələsun bu cür yazılar. Sə, ləm, əlif, sə, vav, nun. Rəqəmsal dəyərin 1087-dir. Çünki sə əbcəddə 500-dür. Bu biri sə 500-dür, vav 6-dır, nun 50-dir, ləm 30-dır, əlif 1-dir. Və bu cür belə baxanda, bunların hamısına bu cür baxanda, məsələn, yə hərfi 10-dur, əşərah yazılar, əyn 70-dir, şin 300-dür, ra 200-dür, təmərbutə dayanıldığına görə 5-dir, elədir 575. Və bu cür bunların hamısına baxanda, bunları özünüz də hesablaya bilərsiniz. Rəqəmsal dəyər gəlir, çıxır 6239-a. Bundan da çıxarıq 3, yəni Əli, Muhammed və Allah ədədlərin 3 ədədi. Yerdə qaldı 6236 ədədi və yaxud da sahibə bu cür. Deməli, çox maraqlıdır, çox gözəl bir möcüzədir ki, Allah, Muhammed, Ali deyəndə, evdən biz çölə çıxanda ki, hətta cənnətin üstündə belə yazılıb. Allah, Muhammed, Ali adları ki, hədislərdə var. Əhl-i sünnətdən də hədislərdə var. Və bunlar da onu göstərir ki, həqiqətən rəqəmsal dəyərlə də çox əhəmiyyətli bir rəqəmlərə gəlir, çıxır.